Hello, dear children. Salam, əziz uşaqlar. Unit 4, Lesson 1. 4-cü bölüm, 1-ci dərs. Exercise 1 on page 34. Birinci tapşırıq, səhifə 34-də. Doll, gəlincik və ya kukla. Truck, yük maşını. Kite, çərpələng. Ball, top. Yo-yo, uşaqlar. Yo-yo Azərbaycan dilinə yo-yo olaraq tərcümə olunur. İki diskdən və ona bərkidilmiş bir ipdən ibarət bir oyuncaqdır. Teddy bear, oyuncaq, ayı. Uşaqlar, gəlin yenidən tələffüzlərini təkrar edək. Doll, truck, kite, ball, yo-yo, teddy bear. Uşaqlar, gəlin birlikdə dinləmə mətninə qulaq asaq. Track 31. Vocabulary, 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 vocabulary. Doll, doll. Truck, truck. Kite, kite. Vocabulary, 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 vocabulary. Ball, ball. Yo-yo, yo-yo. Teddy bear, teddy bear. Vocabulary, 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 vocabulary. Exercise 2. İkinci tapşırıq. Listen and point. Dinlə və göstər. Uşaqlar, bu tapşırıqda dinləmə mətnini dinləyirik və orada suallara cavab verilib, onu tapşırıqda işarə edirik. Track 32. Guess my toy. I have a toy. Guess, guess, guess. Is it a doll? A doll? A doll? No, no, no. No, it isn't. La la la. La la la. La 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 la. I have a toy. Guess, guess, guess. Is it a ball? A ball? A ball? Yes, yes, yes. Yes, it is. La la la. La la la. La 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 la. I have a toy. Guess, guess, guess. Is it a yo-yo? A yo-yo? A yo-yo? No, no, no. No, it isn't. La la la. La la la. La 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 la. I have a toy. Guess, guess, guess. Is it a teddy bear? A teddy bear? A teddy bear? Yes, yes, yes. Yes, it is. La la la. La la la. La 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 la. Uşaqlar, indi isə gəlin ikinci tapşırığı oxuyaq, tərcümə edək və suallara cavab verək. Guess my toy. Mənim oyuncağımı tapın. Guess, tapın deməkdir. I have a toy. Mənim oyuncağım var. I have,
mən sahibəm, mənim var deməkdir. Toy oyuncaqdır. Guess, guess, guess. Tapın, tapın, tapın. Is it a doll? Bu gəlincikdir. Uşaqlar, həm dinləmə mətnindən eşitdik, həm də rəsmdə görürük ki, bu bir gəlincikdir. Burada iki variant verilib. Yes, it is. Bəli və ya no, it isn't. Xeyr. Bu gəlincik olduğu üçün yes, it is variantını işarələyirik. Is it a ball? Bu topdur. Rəsmdən də göründüyü kimi bu top şəklidir və biz yes, it is variantını, yəni bəli variantını işarələyirik. Uşaqlar, exercise 3, yəni 3-cü tapşırıq, 2-ci tapşırığın davamıdır. Yenə həmçinin suallara cavab veririk. Sing, oxu. Yenidən dinləmə mətnini dinləyirik. Guess my toy, oyuncağımı tapın. Is it a yo-yo? Bu yo-yodur. Burada da bizə iki variant verilib. Yes, it is. Bəli. No, it isn't. Xeyr. Uşaqlar, dinləmə mətnindən eşitdiyimiz kimi, rəsmdə də gördüyümüz kimi, bu yo-yo deyil. Bu şardır. Ona görə də no, it isn't variantını seçirik. Is it teddy bear? Yes, it is. Bəli. No, it isn't. Xeyr. Uşaqlar, dinləmə mətnindən də eşitdik. Rəsmdə də görürük. Bəli, bu oyuncaq ayıdır və ona görə də yes, it is variantını seçirik. Exercise 4. 4-cü tapşırıq. On page 35. Səhifə 35-də. Point, ask and answer. Göstər, soruş və cavabla. Is it a doll? Bu gəlincikdir. No, it isn't. Xeyr. Uşaqlar, is it sözündən sonra istənilən oyuncağın adını çəkmək olar. Məsələn, is it a ball? Bu topdur. Və ya is it a teddy bear? Bu oyuncaq ayıdır. Və bu suallara uyğun cavablar verə bilərik. Yes, it is. Bəli. No, it isn't. Xeyr. Uşaqlar, 35-ci səhifənin üst hissəsində bizə yeni bir hərf verilib. Bu hərf K hərfidir. K hərfi K səsi kimi səslənir. Məsələn, kite, çərpələng. Uşaqlar, indi isə sizə K hərfinin əl yazmasını təqdim edirəm.